Qrafa 45 gömrük dəyəridir. Gömrükdəki 30 min evro sən sənədə yazdırırsan. Amma mən mala 57 min manat qiymət qoyuram. Aşağıdakı 33 min isə dollar versiyasıdır. 57 min manatın dollara konvertasiya edilmiş versiyasıdır. Data budur bəli. Eşəm, bir şey istəyirəm. 75 ilə 80-ci xanalardakı rüsumlar nədir? Deyirəm onu. 75 ilə 85 onun malların maya dəyərinə əlavə edilən. Onu birbaşa mənfəət birlik bəyannaməsində 232-də digər xərclərə bağlayır. 75 ilə 85 Az Terminal Kompleks Birliyinin bizdən aldığı puldur. 168 nömrəli qərarda o xəttlərin daxili qərar kimi qalıb nazirlikdə. 2.4-cü maddə olmalı səhvlənməmsə tələsməyə. 2.4. Deyir ki, budur. 30 manatdır. Deyir gömrük hər vərəqəyə görə 30 manat pul alır. Qiymət haqqı alır da çünki o vərəqə biz Evolda broker doldurur. Az Terminal Birliyi var, gömrük tərkibində birləşən o təsdiqləyir belə deyir. O da bir əlgəzlikdə belə başa düşək. Bu 75 vərəqələrin puludur. Deməli bu bəyannamənin 150 manat yazılırsa 5 dənə vərəqi var. Ya ola bilsin bir dəfə yazmışıq, gömrük atqaz verir, ikinci dəfə yazmışıq, səhv yazdım, düz yazdım, vərəqləri hesablanır. Ya vərəqləri sayaq. Bir vərəq, bu da azdır. 2 vərəq, 3 vərəq, 4 vərəq. 5-ci vərəq yoxdur. Çünki broker bir dəfə yazıb bəyannamə geri vurulur, ona görə 30 manat hesablayırlar. Deməli 75 oldu vərəqlərə görə yığındır. Ayrıca onun qayməsi gəlir bizə. New Taxis də Azər terminaldan elektron qaymə gəlir. Gələn dərs göstərərəm. Bu aşağıda mən istəyirəm 75 də salım. Ədəbi bilirəm 85 salınmır da o 5 manat qəpiklər. Amma bu 75-dəki də salınmır da mal maya dəyərini üzərində. Maya dəyərini salınanda var, salmıyor da. Bax, geri ilə qəbul edirəm. Geri maya dəyərini hesablama mexanizmi keçən təsdiqlədim. Ondan danışacağam. Bu yuxarıda baxın, maya dəyərini ayrıca danışarıq zaten. 0219 gibi maya dəyərindən. Bölüşdürməyə bacarırsınızsa maya dəyərini salırsınız. 32 əvəzləşəcək ədəbidir. Yox, əvəzləşməyəcəksə o da maya gedir. Ədəbi ödəyicisi deyilsə əvəzləşdirməyəcək. Düzdür, 4-də gedəcək maya. Bir də 75 digər xidmət xərci kimi mənfəətli xərclərə yazılacaq. Ədəbisi də qayməsi bizə gələndə əvəzləşəcək. Doğrudur. Aşağıdakı 85 75-dəki pulun 18%-dir. Bu sadə qaymə mexanizmidir belə deyək yoldaşlar. Eşəm, bir dənə çox üzr istəyirəm. Bir sual verim. Tutaq ki, deyirsiniz ki, düzdür, mən əvvəllər böləndə Excel-lə bölürdüm, malın sayına uyğun bölünürdüm. O dəqiq düz eləmirəm şeydə. Amma bu halda digər halda biz bunların hamısını rüsumları toplayıb bir esdə deyirəm. Yazanda 11 hansı qayda ilə bir problem odur da, birisi hansı 5 manatdır, birisi yoxsa 5 min manatdır. Bu birisi sizin kim quraşdırırsa ona sən izah eləməlisən. Bu proqramçıya ki, bunun konfigurasiyasını, proqramçasını belə arxa tərəfdə. Mayanı belə bölsün. O birisi belə üzr, birisi düşüncəsi üçün deyil də bunu belə hesablamaq. Bunu Excel. Siz inanın ki, bizim tələbələrimizdən biri Bravo supermarketdə işləyib bölüşər. Deyir, müəllim biz orada Excel-lərdən istifadə edirik. Bizim məsələn mənim 3-4 dənə tələbəm, ana müəllimin yanında aparıcı baş mühasiblərdir məsələn, ana bayram görür. O deyir müəllim biz də ən çox orada müəllim bizə göstəriş verir, ana müəllim Excel-lər üstünlük veririk. Bəzi funksiyaları bir esin düzülsə başı üçün deyil, bir esin həcmi üçün deyil. O nətər böləcək, bir esinə birlik kalır üstünlüdür. Proqramda orada dözmür ona. O biraz format dəyişir orada, biraz çətin məsələdir. Siz özünüz hesablamalısınız, özünüz fark. Onda bir esə belə işləyə bilərsən. Sən özün hesablayırsan orada bilmən, bir esən 5 istifadə eləmirəm, Excel-dən işləyir. Bir esən bilmirəm, o imkan varsa eləyim, bir es onu hesablaya bilməyəcək. Bir es onu ümumi verəcək, ümumi düz çıxardacaq. Yekun ixalın dəyərini düz çıxarda bilər. Hər mal vahidinə görə düz çıxarda bilər. Sən məsəl üçün xaricdən deməli üzr istəyirəm. Bu qələmlik. Bunlar hamısı qələmdir belə deyək. Bir də sənin ekranda özümü də görüm. Bir saniyə. Demək baxın bu da qələmdir, dəyərli yoldaşlar. Nə oldu? Hə. Bu da qələmdir. Bu da məsəl üçün qələmdir, bu da qələmdir. Bunları məsəl üçün birini almışam 10 sentə, birini almışam 12 sentə, birini almışam 13 sentə. Çünki burada mal sayı falan burada qətiyyən rol oynamır. Gömrük dəyəri fərqli məhsullar bunlar ki, bu qələmdir. Bu qırmızı uçkadır. Ümumiyyətlə bunların mal kodları fərqli olacaq. Burada şu nə say söhbəti işləmir, parça gətirə bilərsən xaricdən. Mal bir çeşid olanda sizdə yəni. Əgər bir gömrük bəyannamə bircə çeşid maldırsa, ümumiyyətlə kod yox, bir çeşid və bir kod. Daha saya bölə bilərsən. Amma çeşid sayısı qalsa, məsələ artıq əlavə riyazi bilik tələb edir. Riyazi və vergi biliyi və gömrük biliyi. Biraz məsələ orada ağırlaşır. Excel ən yaxşısı Exceldir. Amma ambar əsas ambar proqramına ayrıca almıyorsunuz. Qalan məsələləri Excel işləyir. Ambar işi biraz çətin olur Exceldə. Amma orada konfigurasiya eləmək olur. Qalan məsələləri bu hesabatlıq ki var, ayrıca onun mənfəəti olsun, onun ədəbisi olsun. Mən hamısını Exceldə işləyirəm. Hesabı proqram işlərindən pul bahadır. Özümüz Excel istədik, öz biliyimizi Excelə uyğunlaşdırmışıq. Bəzələ məndən nə istədik hesabatçı, onu uyğun Excel yapmışam. Hər şirkət üçün ayrıca Excel tuturam. Bir dəfə daimi işi götürürəmsə, Excel qururam. Bilirəm ki, bunda ixal yoxdur, ixlas var. Bilirəm ki, bunda əvəzləşmə var, nə bilim azad var, filan var, xüsusi çəki var. Ona uyğun konfigurasiya verir. Exceldə düşürük bəli. Excel kursunu qaçırmayın. Mən də elə istəyirəm təkrar Excel kursuna gedim. Excel biliyim mütləq. Belə dəyərli dostlar, birinci dərsi burada saxlayırıq, hələ yenə ixal bitmədi. Gələn dərsimiz nə olacaq? İxalın bir nömrəli əlavə dərs olması və ədəbin əvəzləşməsi. 380 əvəzləşmə ilə bağlı göstərim sizə bir spoiler verim də belə deyək. Bir də saniyə dəyərli yoldaşlar. Gələn dərsimiz olacaq. Deməli, hesabatı açın. Biraz sistemdə problem var son günlərdə. Son 2 gündə sistem işləmir. Görürlər buradan baxa bilir, kamera alsa buradan bax. Gələn dərsimiz bir nömrəli əlavənin doldurulması olacaq ixal. Onu ayrıca əməli başlı 20 dəqiqə izah edəcəyik. Bir də bu əvəzləşdirilən vergi bölməsində 308-ci sətirdən